Dünən İlhamın elə sarayından kimləsə danışıram. Belliyir. Qabil. Əlbəttə ki, bu Putinin oyunuydu. Əlbəttə ki, bunu Putin dedizdirdi. Amma İlham Əliyev Almaniyada səfəri istədiyi kimi geçsəydi, İlham Əliyevin ömrü uzun olsaydı, hakimiyyətdə qoy bir neçə ili, hakimiyyətdə bir neçə il yoxa, ay İlham Əliyev, bir neçə ay rahat qala bilsəydi, bu qədər özünü bitirən addım atardı mı? Birbaşa İlham Əliyev elə bil ki, məxfi məlumatın kasetini qoydu ortaya. Birbaşa İlham Əliyevin Putin şeyinin başına keçirdik, birbaşa çıxartdı, tulladı. Bu nə deməkdir, bilirsiniz? O arada uşaqları Allah'tan ged ona belə deyəcəm, sonra deyəcəm, arada gedib gələn pox yiyir ha. Bu nə deməkdir, bilirsiniz? Bu çox şey deməkdir, bu dəhşət deməkdir. Bu İlhamın sonundan xəbər verir. Bax, bunu istəyirsiniz, kimlə danışın, danışırsınız, danış.